Sabahınız xeyir olsun. Hazırda Tsubasa Cloudera yola düşürəm və eşyalarımı qoymağa yer axtarırdım çünki oradan Kyoto'ya gedəcəm. Amma elə bir yer yox idi, ona görə otelimdən danışdım. Eşyalarım orada qalacaq. Oraya gedib gələndən sonra yenidən bura qayıdıb evə gedəcəm və yola düşmüşəm artıq. Az getdim, düz getdim, təpədərə düz getdim. Nara Station'la, yəni metro və avtobusdan istifadə edərək yol aldım. Təbii ki, mən Yaponiyanın digər yerlərində gördüyüm kimi müasir insanlarla dolu bir yerə getdiyimi düşünürdüm. Çünki yolun necə olduğu barədə məlumat yox idi. Sadəcə Google xəritə ilə istiqamətləri görürdüm. Amma tək yola düşmüşdüm. Yəni yolda necə telefona baxmaq olar bilmirəm. Yəni bu qədər gözəl mənzərələri qoyub necə telefona baxmaq olar? Həqiqətən qaranlıq divarları görməkdənsə belə mənzərələri görmək çox möhtəşəm idi. Rəsmən gözüm dincəlirdi. Ən son texnolojik yenilikləri gətirən bir ölkənin təbiəti bu cür qorumağı, onun iç-içə yaşamağı və bu texnolojik yenilikləri təbiətin içindən salmaq, ona zərər vermədən möhtəşəm bir detal idi. Yolum Tenri stansiyasına keçirdi və bu ad mənə Tenri sözünü xatırlatdı. Araşdıranda isə Tenrizm, Tenrikyo inancı ilə əlaqədar bu şəhərin adlandırıldığını gördüm. Bu inanc 19-cu əsrdə Yaponiyada yaranmışdı. İndi isə avtobus tapmağa çalışacağam ki, həmin o turistik yerə gedim. Necə də saf-saf, birazdan başıma gələcəklərdən xəbərsiz buranı turistik yer adlandırmışam. Bu arada burada zibilimi atmağa yer axtarırdım. Bir saatdan sonra, hardasa bir 50 dəqiqədən sonra gedəcək avtobus, 51 nömrəli avtobus. Ona görə də hələ gözləyirəm. Taksi çağırma kimi imkanım yoxdur. Çünki taksi proqramından qeydiyyatdan keçmək lazımdır və Azərbaycan nömrəsinə qeydiyyatdan keçmək olmur. Ona görə də məcbur gözləyirəm. Bura çox qəşəng gəldi mənə. Amma sizə qeyd edeyim ki, insan az olan yerlər həmişə qəşəng olur. Zibilimə attım və yeni zibil yaratmaq üçün belə bir şey aldım. İndi minəyəcəm. Baxın, burada yazıldığı kimi 51 ya da 52-yə minəyəcəm. Bunları hardan bilirəm desəz, bunları Google Map sayəsində bilirəm. Google Map'də gedəcəyim yeri yazıram və Google Map də mənə hansı stansiyadan hara gedib nəyə minməli olduğumu yazır, verir. Düzdür, mən əlavə olaraq insanlardan da soruşuram. Məsəl üçün avtobus sürücüsü olsun və s. və axıram yad edəm. Yaponların zibil mövzusunda bu qədər həssas olmağını heç cürə başa düşə bilmirəm. Çünki mən bu zibili yerə atmamağım üçün sən mənə zibil qabı verməlisən. Və gedirsən, yaxınlaşırsan bir məkana, xahiş edirsən ki, onlar zibilimi atım. Deyirlər ki, hardan almısansa məhsulu get, oranın da zibil qabısına at. Ona görə də çantamda həmişə əlavə bir paket olurdu ki, içərisinə zibillərimi yığım. Bu arada yol getdikcə daha da maraqlı olurdu. Mən hələ də gözləntilərim yüksək idi ki, insanlar olan yerə gedirəm. Amma yola davam elədikcə daha belə meşəli, ağaclıq, kənd kimi ərazilər çoxalırdı. Və bu da məndə belə sual yaradırdı. Çünki heç belə stansiya kimi görsənmirdi. Avtobus dayanacağı kimi bir yer də yox idi. Belə kənd kimi bir yerə gəlmişəm falan. Mən burada oğurlasalar öz yolun qırağı ilə gedirəm. Özdə şeydəyim, Sokitdə. Mən burada oğurlasalar heç kimin xəbəri olmaz. Yəni, onun üçün bunu paylaşıram, bilin. Tsubasa Cloudera gedirəm hazırda. Dostlar, burada göstərdiyim kimi bir yerdəyəm hazırda. Bu Kamazın getdiyi yerdə düşdüm avtobusdan, çünki dayanacaq oraymış. Oradan isə yolun qırağı ilə gəldim və 30 dəqiqədən çox ayaqla piyada yol göstərirdi belə. 30 dəqiqə piyada yol getməliyəm. Heç nə, çox bəs kənd kimi yerdir. Yəni, və bilmirəm, girdim bir alamətə də, yəni ki, görək nə olur, görün başıma nə gəlir. Yaxşı olar inşallah. Həmişə belə şeylər yaxşı tutarır. That's it. Valla kənd kimi yer olduğunu bilmirdim. Bilsəydim şort giyinməzdim. Bilsəydim şortda gəlməzdim. Nəysə, yox. Cəsur olmaq lazımdır. Ayda mənzərə bir dənə baxın. Möhtəşəm deyil. Özünü təsəlli qorxudan. 3 saatdan çox idi ki, mən artıq yol gəlirdim və bu yolu sadəcə geri qayıtmağım vaxt israfı demək idi.
günümün boşa getməsi demək idi. Yaponiyada olan bir həftənin bir gününü itirmək demək idi mənim üçün. Ona görə buna icazə verə bilməzdim. O yerə gedəcəydim, hər nə bahasına olursa olsun. Burada adam yoxdur bəlkə, səpətanla gedir. Yəni adam yoxdursa təhlükə də yoxdur. Sizə deyim ki, istər şəhərində, istər kəndində fərq etməz. Yaponiyada gəzərkən özünüzü hər hansısa bir animenin və yaxud da belə uşaqlıqdan gördüyümüz o cizgi filmlərdən birinin içində hiss etmək mümkündür. Xəritəyə əsasən bu asfalt yolla davam etməli idim və yol getdikcə meşə ərazisinə çevrilirdi. Bu isə məndə olan narahatlıqları daha da artırırdı. İndi insanlardan yox, artıq heyvan təhlükəsindən üzbəüz idim. Bildiyim bütün mantraları deyərək yola davam edirdim, amma çox qəşəng idi. Nə qədər qorxsam da kontenti boş verə bilməzdim. Burada bu şəkildə gedən yollar da var. Amma təbii ki biz asfalt yollar seçəcəyik. Çünki o yolların hara getdiyini bilmirəm, amma heç olmasa xəritə ilə bilirəm ki, bu yol mənim getmək istədiyim yerə gəlir. Getdik. Hiç böyle şey olmamıştı. Gürcistan'da belə en azından dilimi bilirdiler. Yani mesela için tek gittiğim seyahatler, ilk seyahatim oydu. Bu ikincisiydi bu arada. Belə. Sadəcə təsəvvür edin, səni anlamırlar, yad bir ölkədə, tanımadığın bir yerdə, heç kim olmayan bir yerdə təksən. Yəni təkliyin ən təkalı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 burada. Ve karşılarında ben. Qorxduğum, heç bir maşın olmayan, heç bir insan olmayan bu yollar məni belə qəşəng mənzərəyə çıxartdı. Yəni həqiqətən hər insan həyatına bir dəfə bura gəlsin. Cidden deyirəm. Çox qəşəngdir. Çox qəşəngdir. Yəni sözlə ifadə edilə bilməyəcək qədər. Dostlar, bir yapon tapdım ve soruştum ki bəs yuxarıya necə gedə bilərəm? Çünki yol bağlıydı. Onlar da mənə bildirdilər ki, yuxarıya gedən yol aşağıdan keçir. Yəni giriş başqa bir tərəfdəndir. Nə qədər fəlsəfik bir cümlə olsa da yuxarıya gedən yol aşağıdan keçir. İndi düşürəm aşağı ki, yuxarı qalxa bilim. Buddaya. Burada belə bir məzarlar var. Mən buradan gəlmişdim və bura getmişdim. Dedilər bu yol deyil. Oraya getmək üçün buradan aşağı dönməyə lazımdır. Onun üçün mən də burayla gedəcəm indi. Yəni, nə bilim. Bir dənə bax. Dostlar, deməli giriş isə buraymış. Gəldim, axır ki çatdım. Biletlərimi aldım. 1000 yenə hazırda xüsusi bir kampanya var imiş. Bəxtimdən, qismətimdən gəldim, bura çıxdım. 1000 yenə həm daxildir, iki məbədin ikisini də görmək, şəkil çəkdirmək falan da okeydir. Özümü çox şanslı və xoşbəxt hiss edirəm. Bilirəm ki, həmişə kənata göndərdiyimiz pozitiv enerjilər geri qayıdır. Bunu istədim, oldu. İndi bu anlara baxanda mən o qədər gülməyə gəlir ki, sadəcə olaraq onda çox emosionallaşdım, çünki qorxmuşdum, tək idim və bilmirdim nə olacaq. Emosional bir qızam, nə edeyim? Dostlar, bura girəndə ayaqqabıları çıxartmaq lazımdır, amma Air Max olduğu üçün, Nike olduğu üçün mən onu belə qoya bilməzdim. Ona görə də girdim buranı çəkməyə, baxmağa. Bu gördüyünüz zal məbəd kompleksinin tərkibində olan leksiya zalıdır. Zalda Yapon və Hind mədəniyyətinin qarışığı üslubunda heykəllər, nümunələr, buddizmə aid tablolar öz əksini tapmışdı.
Misal üçün bu tabloda Kral Mahajanaka'nın çimə mərasimi təsvir olunur. İddia olunur ki, Kral Mahajanaka Buddanın öncəki həyatlarından biri idi. Yəni Buddanın ruhu onda olub əvvəllər və öz rahib paltarını geyinməzdən öncə bu çimə mərasimini qatılır. Tablonun vermək istədiyi mesaj isə Buddizmin önəmi idi. Bu Buddadır, meditasiyaya gedib onun yanına nə qədər həm pis, həm də yaxşı şeylər gəlsə də o öz ruhi vəziyyətindən çıxmır, meditasiya vəziyyətində qalır. Heç nə onu nə yüksəldə, nə aşağı sala bilmir. Çünki o balansda və neytraldadır. Əslində burada onu göstərir ki, nəfs, burada qadın nəfsi təmsil edir və bu rahib də gözəlliyə bir ki şey almır, aldanmır. O hər nə olursa olsun öz, mən belə başa düşmürəm, yəni bu şəkli öz meditativ vəziyyətində qalır. Fərqi yoxdur hansı ölkədəyəm, onların dini mərkəzlərini gəzməyi çox sevirəm. Çünki hansı dildə və hansı forumda Tanrını təsəvvür edirsənsə də, əslində öz birdir. Fərqi yoxdur, sən onu necə adlandırırsan, necə formada görürsən, neçə dənə görürsən. Nəticədə mövzu eynidir. Bayaq səs çıxardan alətin ingiliscə adı singing bowl, yəni oxuyan boşqab kimi gedir. Bu alətin yaydığı səs dalğalarının müalicəvi effekti olduğunu inanılır və meditasiya zamanında çox istifadə olunur. Kainatda hər şeyin enerjidən ibarət olduğunu, dalğalar və vibrasiyalarla hərəkət etdiyini nəzərə alanda əslində məntiqli səslənir. Bu arada burada elə bilirlər ki, mən İspanım. Elə Argentina, Braziliya dedim, yox, Azərbaycan. Sizə deyim ki, həqiqətən İspan dilli turistlər kifayət qədər var idi. İstər bu dağın başında, istərsə də yəni şəhərində. Bura çoxlu İspan dilli ölkələrdən gəlirlər deyə yazıları belə bəzi yerlərdə həm İspan, həm İngilis, həm də öz dillərdə yazmışdılar. Deməli, ChatGPT ilə tərcüməsinə baxdım. Gördüyünüz arxamda olan bu yer buradakı dağın qoruyan ruhun məbədidir. Yəni o ruha həsr olunmuş bir məbəddir. Möhtəşəmdir. Başımı qaldırdım və qarşımda belə bir heykəl gördüm. Sırf incəsənət əsəri olaraq da belə çox möhtəşəm idi. Amma bura gələn insanlar ibadət üçün gəlirdilər. Yəqin ki, səsini də eşitdiniz. Hər bir belə bir məbəd kimi yerdə qutu olur. O qutunun içərisinə pulu atırlar. Ardından öz üsulları ilə dualarını edirlər. Mən də onları təkrarlamağa çalışdım. Öz içimdə, öz dilimdə dualarımı etdim. Demək olar ki, bütün məbədlərin girişində belə bir hissə görə bilərsiniz. Burada təmiz su yer alır ki, insanlar əllərini və ağızlarının içini təmizləsinlər. Burada belə bir hissə də var. Çoxumuz əslində yatmış bir Buddayıq. Budda aydınlanmanı təmsil edir, dünyanı oyaq olaraq yaşamağı, amma bir çoxumuz həyatın illüziyalarında yatan Buddalarıq. Gördüyünüz bu simvol Oni simvoldur və Buddanı qoruyur. Biz normalda negativ simvol kimi görürük, amma türk qədim inanclarında da Ərlik-xan var. Ərlik-xan, onlar savaşa getməzdən öncə onu qurbanlar sunurdular. Çünki nə qədər negativ bir simvol olsa da, negativ deyib pazı-pazına sökərlər. O məsələ. Məbədin girişində burada belə tütsülənmə yeri var. Biz də gələk tütsülənək. Burada bina ateş yanır. Orada isə tanrıça var.
belə başa düşürəm ki, görmələr yaxşılaşsın deyə. Çünki o tanrıça öz ərinin gözləri körülmüşdü, çoxlu dualar eləyib. Azmaz çəkib. Bəli, bura Kannon məbədidir. Həmin o tanrıça mərhəmət tanrıçasıdır və xəstəliklərlə bağlı daha çox müraciət edilən bir tanrıçadır. Deməli dostlar, buradan bu parçanı götürürsünüz, yavaşça budlanın dizini silirsiniz və sonra özünüzlə evə apara bilirsiniz. Öncə ona tüslənmək lazım. Açığı mən buna inanmıram. Nə qədər bu diz mənə maraqlı gəlsə də, mən buna inanmıram. Amma gəlmişəm ora qədər, pul vermişəm. Düşündüm niyə eləməyim də, yəni ki, nə gedirik? Yəni inanmasan da bir aktivite kimi etdim, getdi. Həmin parça hələ də mənlə evdədir. Mənim üçün bir suvenir kimi evimdə saxladığım bir şeydir. Gedəcəm, çəkim. Monitorla belə bir şey yerləşdirmələrini çox sevdim. Dağın başı da olsa monitor var. Yəni bu əla bir şeydir. Burada Buddanın yaşadığı hekayələrə dair hissəciklər, xüsusilə Lotus Sutraya aid mantralar var idi. Əksər yerlərini gəzdim. Burada gördüyünüz kimi Budist inanclarına aid hekayələr təsvir olunub. Burada şəkil istəyirəm, amma çəkənim yoxdur. Yaxşı ki, bura gəldim. İncəsənətdən zövq alan biri olaraq hər saniyəsində yaxşı ki, bura gəldim deyə düşünürdüm. Xüsusilə bu Spider-Man sərfət edirəm heykəlini görəndən sonra. 3 çox sevdiyim şeyin vəhdəti buradaydı. Təbiət, incəsənət və inanclar. ...20 metr böyüklüyündə Hindistandan gətirilmiş Tanrıçanın mərhəməti böyük heykəli, daş heykəldir. Tamamilə əl işidir və 300 milyon il yaşı var. Kalkaradandır. Hindistandan gətirilib, Hindistan hökumətindən 70.000 daş istifadə olunub. Sadəcə möhtəşəm. Daş daşıyan maşın daha doğrusu deyilsin. Yazıda qeyd olunub ki, bu heykəli Hindistandan bura daşımaq tam formada mümkünsüz idi deyə 66 hissəyə bölünüb, sonra isə Yaponiyada yenidən birləşdirilib. İlk növbədə bu cütlük sayəsində çox qəşəng şəkillərim oldu. İkinci növbədə bura çox qəşəngdir. İkinci növbədə nə deyim bilmirəm. Yaxşı ki gəldim, yaxşı ki qorxmadım. Son dönəmlərdə müşahidə etdiyim iki şey var. Biri odur ki, bir yerdən getməzdən öncə harasa səyahət etmişəmsə, orada mütləq qartallar görürəm. İkincisi də odur ki, harasa gedəndə həmin yeri mütləq şimşək çaxır. Axşam olmadan yavaş-yavaş geriyə yol aldım. Çünki hələ Kyotoya gedəcəkdim. Yol üçün belə bir atışdırmalıq götürmüşdüm. İçərisində 3 ədəd var idi və mən də onun birini yedim. İndi yarım saat piyada yol getməli idim və avtobus tapıb tapmayacağım bir müəmma idi. Amma bu cütlük yolda maşın saxladılar və məni ötürməyə təklif etdilər. Mən də sevə-sevə qəbul etdim. How was your name? Munetoshi Tabata Masuko. Arigato gozaimasu. Mucho. Avtobus gözləməyə ehtiyac qalmadı, çünki məni stansiyaya qədər çatdırdılar və xatirə şəkli olmazsa olmazdı. Belə bir yerə gəldim, çıxdım. Şimdi buraya dəyişdim ki gedə bilim, getməli olduğum yerə. Dostlar, gəldim bura. Deyəsən düz yerə gəldim. İndi getməliyəm, görək nə olur. Qatar gəlir. Mənə dedilər ki, bu yox. Bundan sonrakine binmək lazımdır. Çünki buna binmək üçün bilet lazım olur. Oradakı bir dayı var idi. Dedi ki, next station'a gedən 20 dəqiqə sonra gələcək. Ona görə də 20 dəqiqə hələ buradayıq, amma okeydir yəni.
Hazır gedim vaxtında çatım. İşə getməzdən əvvəl özümə atışdırmalıq. O 3 dənə belə yumru şey var deyə göstərdim sizə. Mochilərdir. Ondan almışdım. Birini yemişdim, ikisi qalmışdı. Fikirləşdim bu ikisini yeyəcəm. Elə oldu ki, qaydanda bir cütlük sizə göstərəcəm indi. O cütlük mənə kömək oldu. Yolu mənim maşınla gətirdilər. Tanışdıq, dostlaşdıq və mochilərimin qalan ikisini də onlara verdim. Sanki elə bir onların qismətiymiş. Mən çox xoşbəxtəm, belə çox istik. Nəhayət gəldim, çıxdım, Naradayam. İndi Kyoto'ya doğru yola düşəcəm. Sudaki o dağlıq bir şəli ərazidən gəlib çıxa bildim yenə şəhər mərkəzinə. Geri dönərkən çox yorğun idim, amma bilirdim ki, bu səyahətə dəydi və mən o bir günün haqqını verdim. Videonu bəyəndinizsə, like edib abunə olmağı unutmayın. Mütləq yazın, çünki sizin fikirləriniz önəmlidir. İzlədiyiniz üçün təşəkkürlər.